Hamınıza salam dostlar. Bugün Age of History 3'də Dünya Fethi serimizin 3-cü bölümünü çəkirik. Keçən bölümdə də yadınızda o kimi biz Qazaxıstan və Türkmənistan dövlətlərini işğal eləmişdik. Əslində planımızda Özbəkistan dövləti də var idi, amma Hindistan Özbəkistan aldığına görə bu yarıda qaldı planımız. Keçən bölümdə də dediyimiz kimi bu bölümdə ya Türkiyəyə hücum edib Avropaya açılacağıq, ya da İrana hücum edib Ərəbistan yarımadasına açılacağıq. Bizim ordularımızı bir dənə Bakıya gətirək tez. Bakıya gətirdik. Gəlsin ordularımız Bakıya. Vaxtı da hızı da çoxaldaq. Bizim 73 yəni 146K-lıq ordumuz var dostlar. 146K-lıq. Ordumuzun başına general atıyaq, 16-13 general atadıq. Ve İran'ın maksimum, yani İran 94.000 ordusu olabilir İran'ın. Ona göre biz başlayaq. Vaxt itirmədən bir dənə burada alay sınırına veririk. Baş kəndimizi yüksəldirik. Mədəniyyət mirasından bunlara basaraq. Sonra özümüzə rakip seçək. İran özümüzə rakip seçək. Görə İran var burada. Yoxdur İran. Özümüzə Ukraynanı rakip seçək dostlar. Sonra görevlər mövcuddur. Görevləri də tamamlayırıq. Avantaj puanlarımızın alay sınırına veririk. Nükleer reaktörümüzü yüksəlir. Atom bombası istehsalı başlayacaq. Biz indi onların 90.000 ordusu ola bilər yəni. Məncə yoxdur, amma yəni maksimum ordusu ola bilər. Bir ordumuzu birləşdirdik və İran. Ayda biz İranın ittifaq edik dostlar. Geri çevirəm bu ittifaqlığı. Yox, ayda, yox. İrana kömək edə bilərik əslində. Kömək eləmək aramızda bir ilə məncə yəni bitməz. İran görə nə qədər ordusu var? 62-72. Alardıq əslində. İrana kömək eləyərik deyə. Bizim aqressiv genişləməmiz nə qədər dostlar? Aqressiv genişləməmiz 0-dır. Amma biz İrana kömək edə bilərik. Təşrifi rədd etdim, amma ateşkəsləri bitib. İttifaqlığımız da bitti. İndi İrana hücum edə bilərik. Gəldik bura. İranla ilişkilərə zarar ver. Hakaret edirik. Hakaret et. Və savaşımızı elan etdik. Təzə savaşdan çıxmışlar. Kontrol açıq edirik. Yapay zəkaya buraxırıq. Doğrudan saldırı. Tez danışmanda atıyaq bura. Çox belə önəmi yoxdur. Danışmanları atadıq. Biraz çox ediyordular. Bunlar kimlə ittifaqdılar? Yox. Gördüm ki, nəsə ittifaq tapdılar özlərine. Biz bizim eləyək dostlar. Bu ordunu biz birinci biraz bölək. Biraz bölək ordunu. Ve biz ortadan ikiye böləkdə ordular. Bunu bölemirik. Böldük. 56 ne oldu? Ordularımız gelir. İran'ın 72 ordusu var. Bu da belə. 27% qabaqdayıq. Tez bir dənə savaşı bitirə bilsək. Bir də orada verdiyimiz pulu da artıraq. İranın bir ordusunu məhv elədik. Bir ordusunu məhv elədik. Deyəsən orduları bitdi İranın. Deyəsən bitdi. Bitti. Türkiyə bizdən saldırmazlıq paktı istəyir. Qəbul edək. Hələ ki planlarımızda Türkiyə yoxdur. İranın bir dənə də ordusu varmış. Onu da məhv elədik. Bir dənə də ordular gəldi. İranın nə qədər ordusu varmış Yox. Öldüm bitti saat. Oldu 100% oldu. 266 puanımız var. Bu andan biz Xəzər dənizi sahillərindəki sərhədlərimizi birləşdirmək istəyirəm mən. Birləşdirdik. Sonra bunu da əllə seçək daha. 17 puanımız qaldı. Buna da Tehran sərhədlərini alıb və belə bir sərhəd qurmuş olacaq. Qalan burada hərfləri uyguladıq və Azərbaycan dövlətini
ərazilər Xəzər dənizi sahilində şəhərdə birləşir. Burada bir dənə Rusiya qaldı yenə. Xəzər dənizinin böyük bir hissəsi artıq bizimdir dostlar. İndi ordularımızı Bakıya çağıraq. Bakıya gəl, sonra Ordusu ordumuz hanı? Ordusu ordumuz da bu hərəkət edib Bakı. Hə, gəldilər. Şimdi bu ordumuzu da başını general atıyaq. Sonra ana öğretişi. 8000 tokat pulumuz var. Aha, bunları çevirdikten sonra dünyada 14. yerdəyik dostlar. Dünyada 14. yerdəyik. Prestij 1732 prestijimiz var. Argentina, Meksika, bunlar ne iş var orada? Geldik ya, anaları yükseldik. Oyun kaydedilsin. İndi biz avantaj puanına bunları alırıq. Agresyon yaşamamız nesədir bizim dostlar? 44.8. İran'a ittifak. Ayda Hindistan neyinir sen? Ayda çok pis oldu bu. Hindistan bizim bütün planlarımızı bozuyor dostlar. Sri Lanka, Hindistan hamısı. Yani bizi bu dəqiqə Hindistan bizi bütün planlarımızı pozur Hindistan. Buna baxın bir dənə. Görün nə boyda yer ərazisini aldı. Hindistan dünyada birinci yerə çıxdı. Çox problemli o yani. Ola bilməz. Bunlarla ateşkəsimiz bitsin. Bu bu biraz problem oldu dostlar. Biz buradan nəyə hara saldıra bilərik? Məncə biz sizin eləyək dostlar. Biz Avropaya açsaq. Burada Kırımın diplomasi ittifaqı oyda Rusiyadır. Əlbəttə bizim üçün deyil. Bir Rusya var ki, nə qədər şey var Rusiyanın. Ona bir dənə casus göndərək. Maksimum 186 min ordusu ola bilər. Bizimiz yuxarıda. Bir dənə tez ordu. Məncə maksimum yəni max ordusu ola bilməz yəni. Ya. Bundan ateşkəsimiz məsələsində bitir 2172-də. Bundan ateşkəsimiz bitsin və biz də İran dövlətinə hücumumuzu gerçəkləşdirək, yəni işğalımızı gerçəkləşdirək. Sonra nükleer reaktörümüzü yüksəldək, mədəniyyət mirasını almaq istəyək. Generallər transfer akademiyə də 9 səviyyə edirik. Daha casusluk görevi tamamlandı. 386 min orduları var dostlar. 386 min bu çoxdur yani. Ben bundan önce baş eləməyəcəm belki. Ne oldu? Ateşkəsimiz bitmədi. Kasım'da bitir. Eylül değil, Ekim, Kasım bitti. Şimdi biz İran devletine hakaret edirik ve yok, Hindistan arkalarındadır. Ve Hindistan bizim bütün işlerimizi pozurdu. Kaldık Türkiye. Türkiye uğraş. Sana biz yani işgal eləməliyik ama saldırmazlık vakti var Türkiye'nin aramızda. 2180. 6 ildə gözləyək və Türkiye savaşacaq dostlar. Aslında Kuzey Kore bir de burası Çin'dir. Ha Çin. Çin aslında zayıflayıb yani. Bu Çin'e biz Çin'e kalacaqdır hem dostlar. Çin. Ne buna bir dənə casus göndərək görək bunları. Aslında Çin bir dəqiqə. Çin ateşkəs. Ha elə bilmirəm savaşdadır Çin. Savaşda olsaydı cumardıq. Ya casus gönderdi. Casus yazın. Eğer ordular az olsa yani Çin'e hücum edildim. Çünkü başka bir çarem yoktu. Yani buradan önce Türkiye 2080 kimi gözləməliyəm. Türkiye hücumsaq gerək. Niye Hindistan bizim işlerimizi pozacaq məncə? Otomatik verici toplamaq tamamlandı. Araştırmaya verək. Kanunun kiridası ve otomatik verici toplamaq. Kereste furyası tamamlandı. Daha sonra 92%, 94, 93, 96, 97, 98, 100 tamamlandı. Çin'in 76 min ordusu var. Sadece 76 min. Çok asanlıkla biz bu ordunu məhv edə biləcəyik. Çin'e gəlirik, hakaret edirik ve
savaşımızı ilan edirik. Vietnamda var, məncə Vietnamya çox belə güclü bir dövlət olmaz. Bir dənə bana görə bizim agresiv genişləməmiz nə qədərdir? 28, hə. Yəni, ala biləcəyik rahatlıqla. Çin ala bilsək, yəni, ərazimizi çox böyütmüş olacaq. Həm ərazimizi, həm əhalimizi, ekonomik baxımdan da güclən bir dövlət olacaq. Məncə bir 10-cu yerə falan çıxarıq bu sayədə. Yavaş-yavaş bütün hər yeri alırıq. 20, 33, 35%. 40. Aha, burada bir deyəsən Çin ordusuyla rastlaşdıq. Amma məğlub eləyirik asanlıqla. 82, 87, 88 və bitdi. 374 puanımız var. Bu puanla biz bundan torpaqlar desin. Yox, hamısını ala bildik. Yox, hamısını ala bilmirik. Fırça ilə iftihar ediyor buralar çünki həm bizim agresif genişləməmizi eləyirəm də, yəni qəşəng bir sərhəd görsənmir də dostlar. Hə, indi gəldik bura. Bura aldıq. Sonra yox, çox oldu. Buradan bunu silirik, buradan da bunu silirik. 99.9. Bunu da pula bilmirik. Talebləri uyguladıq və Azərbaycan dövləti görürsünüz nə böyle böyüdü dostlar. Farklı dinləri dəyişdiririk. Dünya harikası, toprak askerlər, lüks. Biz niyə dostlar? Biraz özümüzə rəqib seçək. Filistin dövlətini istəyirik. İndi biz biraz ekonomik bina tikək dostlar. Ekonomik binalarımızı tikək. Çünki elə tikək ki, devrim yəni üsyanlar falan baş verməsin. İttifaq olmaq istəyir Türkiyə bizlə. Kabul eləyək Türkiyənin təklifini. Nə qədər bizi əvvəllər arxadan vursalar da, satqınlıq edib bizə rəqib seçsələr də özlərinə, Türkiyəni özümüzə müttəfiq seçirik. Madənlər tikirik. Nə madənidir bu? Bilmədim nə madənidir. Uranyum, hə, uranyum madəni, kömür madəni, gümüş madəni, dəmir madəni tikək 4 dənə, bronz madəni, günlük kamp, ipək tarlası tikək nə qədər çoxdur. Sonra pamuk tarlası var 5 dənə, sonra 11 dənə koyun çiftliğimiz var. Yün deyəsən dəyərlidir. Deyəsən dəyərlidir. Sonra bir dənə tuz madəni, 3 dənə şəkər tarlası, bir dənə çay tarlası, 2 dənə üzüm bağı, 2 dənə avlanma yeri düzəldirik, bir dənə baharat tarlası, 3 dənə məhsul çiftliyi, bir şeyimiz var, büyükbaş çiftliğimiz var. Buralar hamısını eləyəcəm. Büyükbaş çiftlik. Tamamlayaq. Tamam oldu. Balıqçılıq tesisi var 2 dənə. 6 dənə pirinç çiftliğimiz var. Pirinç çiftliği var. Taxıl çiftliği. Bu qədər qutardı dostlar. Sonra biz avantaj puanımıza indi ekonomik əsasında askeriyəyə atıb indi. Askeri akademi maksimum seviyesi. Danışman yoxmuş. Askeri danışmana İlqar Seyransoy alırıq. İlqar Seyransoy alırıq. Tamam, qayda edəsən. Hə, indi nükleer reaktorumuzu yüksəldək. Sonra gələk bura askeri akademimizi və generaller üçün askeri akademi və yüce mahkemeyi artıraq. Altın yetərsiz. Bitər. İndi özümüzə bir dənə rakip seçək. İran dövlətinə özümüzə rakip seçirik. Sıradakı hədəfimiz Japonya olsun məncə. Japonya'ya bir dənə şey göndərək. Casus görək Japonya'nın nə qədər ordusu var. Mədəniyyət mirasını bunlar tamamlamışıq. Japonya'nın casusumuzu göndərdik. Rəkabətimiz bitib. Ukraynaya yeni də özümüzə rakip seçirik. Askeri akademini 17 səviyyəyə çıxartdıq.
dostlar. 17 səviyyə. Biz 270 dukat fayda para aldıq. 269 dukat dostlar. Çox yaxşıdır. Bəlkə burada devrim riski falan var. Ha düşüyor devrim riskimiz. Qoşaq bir tane torpaqlarımıza baxın dostlar. Yəni balaca bir yerdən görün nə bu yerə gəlmişik. Hindistan bizim sınırlarımızı hamısı pozur. Yəni bu qəşəng tipdə sınırı Hindistan pozur. Hindistan bizim hər yerdən bizim qarşımıza çıxır. Yəni bütün işlərimizi pozur Hindistan. Bu Hindistan bir də ha vaxtsa şey eləyəcəm də cumacam o Hindistana. 292k ordusu var. Biraz orduysa. Hələ ki bizim üçün deyil. Biraz çoxmuş ordusu. Həm biraz ordu basaq. Neçə vaxt ordu basmışdım eləmirik. Ordularımız Bakıya gəlsin. Alayları yüksəldək bir dənə tez. İndi ordu basa bilərik. Sözləşmələr şeylərin əslində heç uğraşmaq istəmirəm. Orada 80 min əslində nə qədər maksimum 16 min. Sözleşme nasıl yer basaq dostlar? 11 minə bir dənə basaq Bakıda. Gələcək. Alaylarımızı yüksəldək. Ordunu birləşdir və böl. Bir dənə də 80k-lıq bassaq, əslində çox şey olar. Sözleşmə səhər görə neçədir? Qalxdı qiymətlər. Şimdi 60'lıq da 60k-lıq da basa bilərik. 60k-lıq da basarıq. Bir dənə 10 min paramız tez yığışsın. Da yığışır 11 min əslində 11 min 10.980 11 min pulumuz yığışsın deyiz. Və oldu. Bakıda ordu bastı. İndi birləşdir, böl və bir dəfə də böldük. Və bizim bunları bunun başına generaller atayaq. Bunların başına 20'ye 15'lik bir generator atayacaq. Yəni tez onu kaydedilsin. Geliştir. Sonra 21'e 18'lik bir tane generator atadık. Və 286k'lıq bir ordumuz oldu. Asker Akademi maksimum seviyesi. Asker Akademi'ni atıldık. Mevcut medeniyet mirası. Ne maksadı? Başkentimiz 12 seviyeye çıxartdıq. Baxın. Başkentimiz 13 seviyeye çıxdı. Dünyada 11. sırada. Bunda 11. sırada ya. Ekonomi bakımından neçəncə sırada? Biraz ekonomik yatırımlar eləyək. Mesela bu Çin ərazilərini mən ekonomik yatırımlar eləyim. Vergi verimliliğini artıraq. Yatırdıq. Biz bizimlə indi. Bir də Hindistan görək nə qədər ordusu var dostlar. Hindistan atom bombası da olar. Hindistan atom bombası da olar. Atom bombası biraz basaq biz. 4 tane deyilsin bastı atom bombası. Hələ ki bəsdir, hələ ki. Bir dənəsi inşa edildi. İnsan kimi yəni birinci bu torpaqları aldım. Çünki mənim bu sərhədlərimi pozur. Nə tez görev tamamlansın, görək nə qədər ordular var. Gələcək tank. Atom bombaları. Casus görevi tamamlandı. Bunun da çox olar ordular. 387 min. Aslında azdır. Mən bilməm çox bilərdim bunların ordularını. 380. 100k'lıq bir dənə ordu basım işləmə eləsək, yeni ordu oluşturaq. İndi 100k elə bil. Biz 100k'lıq eləyək. Onda 100k 80 yox. 50 arxaya olacaq. 50 arxaya olacaq. 50 basarıq. 25 çaşdım. 25 arxa. 25 sonra bura 10 dənə gələcək savaş uşağı, 15 dənə gələcək tank. Altınımız çatmır oyunda. Problemdir. 15 dənə olacaq bundan və 10 dənə modern mekanize piyade basacağıq.
15 tane de gələcək piyada basacağıq. Biraz gözəl paramız biriksin. 10 tane modern mekanize piyade ve 15 tane de gələcək piyade basaq. Bir eyalet seçip Bakı ve ordunu oluşturaq. Avantaj puanı gelmiş ona. Askeri akademi maksimum seviyesi. Kaç börek bize. Börek bunlara ve bunların başına generalleri atıyaq. Bizim skalımız 386k. Onların da elə bir şey deyəmiz. Ordumuza bir 400k eləyək və savaşımızı eləyək. İran eləyək. Askeri akademini yüksəldək. İttifaqlığımız sona erdi. Aslında Türkiyədə var idi. Türkiyə bir dənə ittifaq olaq biz Türkiyələ. İndi gedə bilərik. Bax Hindistan üzərinə indi savaşımızı eləyə bilərik. Orada arttırılmış maaş verirəm. Açıqdır. Tamam. Hindistan paytaxtın hansı? Delhi. Dəl. Hakaret edirik. Hakaret edirik. Hakaret edirik. Hakaret et. Biz alarıq yani Hindistan'ı. Hakaret et. Papua Yeni Gine'ye. Bu kimdi ya? Sen özü bunu tapmışsan yani ittifak olarak. Aha, atom bombası gönderdi. Bir eyalet seçelim. Delhi'ye 4 milyon olup şeyler gitti. Savaş başlasın be. Görürsünüz, bütün ordularını darma-duman edirik Hindistan'ın. Hindistan darma-duman edir. Dağıdırıq Hindistan'ı. Və bu çok kısa. Bu kadar kurtardı. Bak, birinci buranı alaq. Ya da buranı almayaq biz. Sıfırlayaq. Baxın biz yani fırçanı alaraq bu ərazini özümüzə birləşdirək. Fırçanı əraziləri alırıq. Ne kadar puanımız kaldı? 106 puan. Fırçanı verək. Bir de biz bu hissəni alaq. İrandan bir filmimiz olsun. İran İtalet belə 90 tane agresyon işimizdə də problem yoxdur. Talepləri uyguladıq və dünyada 9-cu yerə Hindistan 5-ci yerə gəldi. Hindistan 5-ci yerə gəldi. Sonra dinləri bundan dəyişək. Hamısı müsəlman eləyəcəyik. Generalimiz yox. Orduların hamısını Bakıya bir dənə çağıraq. Gəlin Bakıya siz. Gəlin Bakıya. Sen başına bir tane biz generatör alayları yükseldirik. Hamısı gələcək oldu şey. Teknoloji. Biz biliyorsunuz 98 teknoloji araştırıyoruz. Oyda dünyada ne kadar 99 teknoloji araştıran şeyler var. Raket teknolojisini seçirik. Avantaj puanı. Biz hamısı elə bunu rast yaratsın da şeyler. Yani çok da böyle vacip değil. Bunları tamamlayaq. Biraz oldu şey. Danışmanları tərif edək. Biz sizinlə eləyək. Biraz akademi tikək. Teknolojimiz artsın. Teknoloji. Akademi. Gəldik. Yaponiya akademi. Çinə. Pardon. Çinə akademilər tikərik. Aha, bir dənə ərazimizə baxın görün nə boyda ərazimiz var bizim. Bak bu Azərbaycanı biz bu boyda eləyəcəyik Azərbaycan. Baxın dostlar, bu boyda eləyəcək olan Azərbaycanı görürsünüz nə boyda eləyəcək sevilmişik. Yəni buna baxın, bu boyda ölçüyorlar dostlar. Aslında bir dünyada 8-ci yerdəyik. Şimdi bizim 386 kardımız var. Aha, bu bölümü burada qutaraq. 24 dəqiqə olur. Çox olur. Gələcək bölümdə
Benim fikrimce yani mesela bu hisseleri tamamıyla alabiliriz dostlar. Bu hisseleri. Bu Japonya'nı, Tayland'ı, Hindistan'ı, bu aday ölkələrini falan alaraq hamısını. Ya da ki Rusya üzərinə hücum edə bilərik. Rusya indi yəni o qədər də güclü dünyada birincidir. Mən bayaqlarım 300 neçə bin ordusu falan var desəm. Ya da Rusya üzərinə hücum edə bilərik. Ən məntiqlisi bu hissədir. Bu hissələri alarıq dostlar. Bu Hindistan olan hissəni, Japonya olan hissəni, bu hissələri alıb bütün Asiya hökmranlıq edə bilərik. Ada ölkələrini falan alarıq. Sonra isə Avropaya açıla bilərik məncə. Yəni Avropaya açılmaq daha məntiqli. Sonradan Avropaya açılmaq daha məntiqli. İndi Avropaya açılmır məncə. Məntiqsiz gəlir məncə. Mənə görə məntiqsizdir. Ona görə sağ ol. Gələcək bölümdə bu ada ölkələrini alacağıq, bu ölkələri alacağıq. Bir dənə rakip təpələcimiz və videonu da bitirək. Hə. Sağ olun dostlar. Gələcək videoları izləməyi unutmayın. Kanala abunə olub like atmağı unutmayın.